Salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli dostlar, dəyərli həmkarlar, keyfiyyət mütəxəssisləri, keyfiyyətin idarəetməsi ilə mövzumuzu davam etdiririk. Keçən videoda qeyd etdiyim kimi tikinti məcəlləsinin 105-ci maddəsi tikintiyə zəmanətlə bağlı məlumatı əks etdirir. Demək, 105-ci maddəyə bir daha nəzərdən keçirək. 105-ci maddə kvadratçının zəmanət verən tərəf tikinti projelərində, tikinti layihələrində tərəf olaraq göstərir. Tikinti kvadratçısının öhdəliklərlə bağlı maddənin 49-cu bəndində, tikinti məcəlləsinin 49-cu maddəsində qeyd edilir və maraqlı olan tərəflər girib bu tələblərlə bağlı tanış ola bilər. Bugünkü günün mövzusu ümumiyyətlə biznes strukturlarının idarəetməsi ilə bağlıdır, struktural idarəetməsi ilə bağlıdır və ISO 9001 standartı bununla bağlı tələbləri nədir? Deməli, 5-ci bənd 5.3-cü maddəsində bununla bağlı tələb var. Dolayısıyla bu tələbi bizim məcəllədə, mülki məcəllədə baxacağıq. Tələblər nədir? Demək, Azərbaycan Respublikasının mülki məcəlləsi 87-ci maddə və 91-ci maddə bununla bağlı məlumatları əks etdirir. İlk öncə 87-ci maddəyə baxaq qısaca. Demək, məsləhət cəmiyyətlə bağlı tələblər var. Mən keyfiyyətin idarəetməsi mövzusu ilə 91.2-ci maddəyə diqqətinizi çəkmək istəyirəm. Burada cəmiyyətin idarəetməsi ilə bağlı qərar verməsini əks etdirən məlumat var. Eyni ilə standartın 5.3-cü maddəsində olduğu kimi vəzifə, məsuliyyət və səlahiyyətlərlə bağlı tələblər olduğu kimi, yəni cəmiyyət idarəetmə orqanı səlahiyyətləri, hələ onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Dolayısıyla hər hansı bir qurum nizamnaməsində göstərilən iş həcminə görə və yaxud ola bilər ki, həmin o nizamnamaya uyğun kontraktlar əsasında qərarlar qəbul edərək müdürünü, layihə müdürünü, şöbələrini yaradaraq həmin işin həcminə uyğun olaraq şöbələrin səlahiyyətlərini müəyyən edərək aktlar, əmrlər qəbul edərək şirkətin strukturunu qurmaq kimi öhdəlikləri var. Burada mən diqqətinizi eyni zamanda demək, əmək məcəlləsinə çəkmək istəyirəm. Bildiyiniz kimi, son illər ərzində SİMA üzərindən müqavilələr imzalanır və bir çox hallarda biz görürük ki, SİMA üzərindən imzalanan müqavilələr ilə icra olunan iş arasında işçi müqaviləsindən söhbət gedir. 10, 11-ci və 12-ci bəndlərdə qeyd edilən demək, əmək məcəlləsinin 10, 11 və 12-ci bəndlərində qeyd edilən öhdəliklər SİMA üzərində qeyd edilən müqavilələrdə tam şəkildə əks edilmir. Ona görə tövsiyə olunur ki, eyni zamanda 43-cü maddəni biz nəzərə almalıyıq. 43-cü maddə əmək məcəlləsi məzmunu. Əgər biz SİMA-da olan müqavilədəki iş öhdəliklərinə baxsaq və bir çox zaman de facto icra etdiyimiz işi ilə müqayisə etsək, görəcəyik ki, icra olunan iş ilə işçinin fərq etməz hansı vəzifədədir. Bu müdür ola bilər, şöbə müdürü ola bilər və yaxud hər hansı bir mühəndis və yaxud texnoloq və yaxud sıravi işçi ola bilər. Uyğunsuzluq var bizim keyfiyyətliliklə desək. Ona görə tövsiyə olunur ki, işçi işə başladıqdan sonra müqavilə imzalandıqdan sonra de facto icra etdiyi işin təşkilatı, vəzifə, məsuliyyət və səlahiyyətləri ilə bağlı bir daxili roles and responsibilities deyək də, işçinin
öhdəlikləri ilə bağlı bir sənəd imzalansın ki, işçi nə iş icra edəcəyi, hansı işlərdən, hansı öhdəliklər daşıdığı ilə bağlı məlumatlı olsun. Bugünə bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.